Salam aleykum. Birinci sualda yazıb ki, müəyyən miqdar karbon qazı artıq miqdarda götürülmüş əhəngli su məhlulundan. Yəni burada əhəngli su məhlulu artıqdır. Aydındır və burada da yazıb ki, reaksiya axıra qədər gedir. Bu demək ki, solda duran maddələrdən biri tam sərf olunmalıdır. Axıra qədər gedir sözü o deməkdir. Əgər burada kalsium dioksid artıqdırsa, kalsium dioksid tam sərf olunmayacaq. Bu səhvdir. Aydındır. Və burada kalsium dioksid artıqdırsa, onda dedik ya, bunlardan biri sərf olunmalı tam. Onda CO2 tam sərf olunmalı. Bu da səhvdir. Yəni bu belə olmalıdır. Amma çöküntü əvvəl yox idi. Yəni CO2 kalsium dioksiddən gedəndə çöküntü əmələ gəlib, bu doğrudur. Bizdən də yanlışı soruşduğuna görə burada D bəndi olacaq. 32-ci sualda hansı reaksiyada A maddəsi azot monooksiddir? Buradan azot dioksid alınır, NO2. Buradan N2O alınır. Amma NO buradan alınır. Ona görə də 32-ci sualda doğru cavab Y bəndi olacaq. 33-cü sual, etan C2H6 üstəgəl oksigen əmələ gəlir CO2 üstəgəl H2O. Bura 2 yazıram, bura 3 yazıram. Oksigen sağ tərəfdə 7 oldu, bura 3,5 yazıram. Yanma istiliyi 1560-dır. Deməli, əgər yanan maddənin əmsalı 1-dirsə, onda istilik effekti ilə yanma istiliyinə bərabər olacaqdır. Və burada bunun əmələ gəlmə istiliyi A-dır. Suyun əmələ gəlmə istiliyi burada deməli C-dir, qarşısındakına vuracam 3C. Və burada deməli CO2-nin adını çəkmir. CO2 biz nəyə görə fikir verməyəcəyik? İndi onu deyəcəm. Etileni yandırım sonra C2H4 üstəgəl oksigen əmələ gəlir CO2 üstəgələk H2O. Bura 2 yazıram, bura 2 yazıram, bura 3 yazıram. Bunun da yanma istiliyi 1411-dir. Yananın qabağında əmsal 1-dirsə, istilik effekti yanma istiliyinə bərabərdir. Bunun da əmələ gəlmə istiliyi B-dir. Suyun əmələ gəlmə istiliyi C-dir. Qabağındakı əmsalı vururam. Nəyə görə CO2 nəzər eləmirik? Ona görə ki, baxın, hər ikisində CO2-nin əmsalı eynidir. Nə yazsan sonda ixtisar gedəcək. Ona görə biz ona fikir verməyəcəyik. Bunu pozuram buradan. Bəsit maddədə fikir vermirik. Vəssalam, istilik effekti yuxarıda 1560 bərabər sağ tərəfdəki çıxılsın sol tərəf. Buradan A bərabərdir. Deməli, 3C çıxılsın 1560. Bunu biz buradan silək. Ondan sonra burada da deməli istilik effekti, yəni 1411 bərabərdir. Sağ tərəf çıx, sol tərəf. Buradan da B bərabərdir. Deməli, 2C çıxılsın 1411-ə. Artıq biz A-la B-ni tapdıq. İndi isə biz deməli A-dan B-nin tapılmasını A 3C minus 1560'dır. Çıxılsın 2C minus 1411. 3C minus 1560 mötərizənin qabağında minus olanda içərinin işarəsi dəyişir. 2C plus 1411. 3C'dən 2C çıxanda C eləyir. Və 560 mənfi üstünə 1411 gələndə mənfi 149 eləyir. Doğru cavab A bəndi olacaq. 34-cü sualda kalsium karbid suna reaksiya daxil olanda deməli etin əmələ gəlir. Karbon 2H2. Alüminium karbid suna reaksiya daxil olanda metan əmələ gəlir. Qaz halındadır. Bəli, hər ikisi qaz halındadır. Molekulu polyardır. Karbohidrogenlər hamısı qeyri-polyar molekuldur. Xətti quruluşludur. Xeyr, xətti quruluşlu ancaq burada asetilindir. Molekulunda 4 hibrid elektron buludu var. Bu sp-dir, 2 deməkdir. Bu da sp-dir, 2 deməkdir. Cəmi 4 elədir. Bu da sp3-dür, 4 deməkdir. Bəli, bu doğru olacaq. Molekulunda polyar kovalent rabitə var. Polyar kovalent müxtəlif qeyri-metalların arasındadır. Bəli, burada da müxtəlif qeyri-metallar arasında rabitə var. Doğru cavab deməli 34-cü sualda Y bəndi olacaq. 35-ci sual. Deməli burada biz demişdik ki, eyni kütləli suallarında hansından daha çox deməli qaz ayrılırsa onun deməli ayrı azdır. V2 deməli burada nəyi təmsil edir? Deməli bunu təmsil edir, yəni B-ni təmsil edir. Ona görə B lap yuxarı yazılacaqdır. Daha sonra deməli V3 o C-ni təmsil edir. Və sonda V1 bu da deməli A-nı təmsil edir. Bu da deməli burada bizə deyir ki, ACB istiqamətində azalma baş versin. Reduksiya edicilik həqiqətən deməli aşağıdan yuxarı getdikcə azalacaqdır.
Bərklik isə aşağıdan yuxarı artır. Metallıq xassəsi də deməli azalacaqdır. Xlorid turşuna reaksiya sürəti də azalacaq. Çünki ən aktiv metal aşağıdakı metalda o daha sürətlə gedir. Və ərimə temperaturu və bərklik dedi ki, yuxarıda çox da azalma olmayacaq. Ona görə də 35-ci sualda doğru cavab C bəndi olacaqdır. 36-cı suala baxaq. Deməli 410 qram burada XNH2 odur. Bunun həll olanını məsəl üçün götürək A. Suyu götürək 410 çıx A. 790 qram da su bura əlavə olunur. 790 o da olacaq deməli 410 üstə gəl 790 bu deyir 1200 çıx A. Və həll olunma misal 200 qram bölü litr nə deməkdir? 1000 qram suda 200 qram maddə var. Həll olanın altından həll olan yazıram. Suyun da altından deməli nə yazacağıq? 1200 çıxılsın A yazacağıq. Burada bununla bu getdi ixtisara. 1200 çıx A bərabərdir 5A. 1200 bərabərdir 6A. A da buradan bərabərdir 200-ə. Deməli, həll olan 410-da 200-dür. Su da 210-dur. İndi burada görürsünüz ki, həmin bu XNH2 kristal hidratında həll olan 120-dir. 120 əgər X-dırsa, su burada 18N'dir. Burada da deməli həll olan 200-dürsə, su 210-dur. Buradan N'i tapaq. N də buradan 7-yə bərabər olacaqdır. 37-ci sualda deməli baxırıq ki, həm gliserin üçün, həm A maddəsi üçün təyin edici mis 2 hidroksiddən A qırmızı çöküntü verir. Bu deməyə aldehid qrupu olmalıdır burada. Sirkə turşusunda yoxdur. Formaldehiddə aldehid qrupu var. Bir də qarışqa turşusunda diqqətlə baxsaq aldehid qrupu var. Ona görə burada cavab ya B-dir ya da D-dir. Ancaq gliserin mis 2 hidroksidən parlaq göy rəngli məhlul əmələ gətirir. Bu yenə B və D-də öz hökmünü saxlayır. Fenol isə dəmir 3 xloridlə bənövşə rəngli məhlul əmələ gətirir və artıq burada B öz hökmünü itirdi. Ona görə də 37-cidə doğru cavab D bəndi olacaq. D bəndi. 38-ci sualı nəzərdən keçirdik. Burada deməli kalium sıfırdan gəlir. Kalium müsbət 1-ə 1 elektron. Azot müsbət 5-dən 2 dənə azot müsbət 1-ə 5-dən 1 çıxanda 4, 2-yə vuranda 8 yerini dəyişirəm. 8-i yazıram kaliumların qabağına. Azot sağda 10 oldu. Bura 10 yazıram. Hidrogen solda 10. Bura 5 yazıram. Reduks edicinin verdiyi elektronu, oksidləşdiricinin aldığı elektron burada bax bir-birinə vuranda görsənir. 1 vur 8, 8 vur 1. Reduks edici nə qədər verəcəksə, oksidləşdirici o qədər alacaqdır. Və 4 indi NA-nı yazmıram. 4 elektron veriləndə reduksiya məhsulunun molunu bilmirəm. Reduksiya məhsulu burada diazot monoksiddir. Yəni oxidləşmə dərəcəsinin azalmasından yaranan onun molu 1-dir. Verilən elektron da 8-dir və bunu da buradan 0,5-ə bərabər olacaq. C bəndi olacaq. 39-cu sualda kükürt burada yodla getməyəcək. Karbon da xlorla yodla getməyəcək. Ona görə də 39-cu sualda doğru cavab 3, 5, 6 olacaq. 40-cı sualda natrium xlor X olaraq nə ilə gedəcək? Bu çöküntüdür. Ona görə biz buna baxmırıq. Həmçinin dəmir 2 sülfatla nəyə görə getməz? Duz üstə gəl duz reaksiyasında reaksiya o zaman axıra qədər gedir ki, axırda çöküntü əmələ gəlsin. Əvvəldə çöküntü olmasın. Dəmir 2 sülfat natrium xlorla gedəndə çöküntü əmələ gəlmir. Və qalanlarında duru sülfat turşusunda biz qəbul eləmirik. Çünki duru sülfat turşusu H-xlordan, natrium xlordan xloridi çıxarda bilmir. Bəzən çıxardır, axırda çöküntü əmələ gəlsin. Ancaq burada çöküntü falan əmələ gəlmir. Biz B ilə D-də qaldıq qatı sülfatda və bu zaman əmələ gəlir natrium sülfat. Təbii ki, natrium sülfat kalium OH-dan gedə bilməz. Çünki duz üstə gəl metal OH reaksiyası o zaman gedir ki, sonda çöküntü əmələ gəlsin. Ona görə biz bunu qəbul eləmirik və barium hidroksid əmələ gələcək. Burada barium sülfat və natrium OH. Natrium OH da sinklə reaksiya girir. Zənnimcə Alberto Sibirdədir. Yəni bunlarla hidrogen verir. Ona görə də 40-cı sualda doğru cavab D bəndi olacaq. 41-ci sual, deməli alkan burada karbonun sayı N-dirsə karbon N, H2N plus 2-dir və burada SPH vəziyyətindədir karbonlar. SPH 4 deməkdir. 4-ə vuranda 4-ən, yəni bu 4-ən eləyəcək.
Alkenlərdə dedik ki, bir dənə 2 qat rabitə var. 2 qatın sağına soluna birləşən karbonlar sp2 vəziyyətindədir. Yəni 2 dənə karbon sp2 vəziyyətindədir. Onda n-2 karbon sp3 vəziyyətində. Yəni əgər n dənənin ikisi sp2-dirsə, onda n+2 nədir? n-2-si də sp3-dür. Yenə deyirəm, orada deməli alkeni belə götürək. Karbon n, H2n, n dənə karbon ikisi sp2-dirsə, n-2-si sp3-dür. sp2 3 deməkdir. 3 ilə 3 6 elədir. sp3 də 4 deməkdir. Bu da eləyir 4n-8. Bu da eləyir 4n-2. İndi biz 4 yazırıq. İndi deyir bu karbonun yerinə n+1 yaz. Burada da -2. Bu da eləyəcək deməli 4n+2. Bura yazıram 4n+2. Sonra alkinlərə gəlirik. Alkinlərə dedik ki, bir dənə 3 qat rabitə var. Sağında solunda karbon sp vəziyyətindədir. Əgər n dənə karbonun ikisi sp-dirsə, n-2-si sp3-dür. sp2 deməkdir, 2 ilə 2 4 elədir. sp3 4 deməkdir, 4n-8. Bu da 4n-4 elədir. Burada da 4 vurulsun, n'in yerinə n+1 yazacağım, -4. Bu da 4n edəcək. Deyir, a bərabərdir c. Bəli, a da 4n'dir, c də 4n'dir. A bərabərdir b, xeyr. B-dən c-ni çıxanda, yəni 4n+2-dən 4n çıxanda 2 eləyir. Bu da doğrudur. B-dən a-nı çıxanda, yəni 4n+2-dən 4n çıxanda 2 eləməlidir, 4 eləmir. Ona görə də 41-ci sualda doğru cavab A bəndi olacaq. 42-ci sualda xlorprin, karbon H2, karbon xlor, karbon H, karbon H2, divinil karbon H2, karbon H, karbon H, 2 qat rabitə karbon H2. Hidrogenlərin sayı burada 6 dənə, burada da 5 dənədir. Ona görə də doğru cavab burada ümumi olmayan Y bəndi olacaq. 43-cü sualda kalium nitrat suda yaxşı həll olur. Çünki nitratlar, formiatlar, vasitatlar suda yaxşı həll olur. Və burada həm kalium, həm də ki azot qida elementi var. Ona görə bu kompleks gübrə olacaqdır. 44-cü sual. Butanın monohalogeni törəmələrinə baxaq. Butan deməli əvvəlcə bu şəkildə yazırıq. Daha sonra deməli biz kənardan birini qırıb gətirib birincinin yanına birləşdiririk. İzobutan alırıq. Əvvəlcə bunun üzərində çalışaq. Xloru bura birləşdiririk. Hidrogenlərini düzəldək. 1 xlor butan. Daha sonra xloru ikinciyə birləşdiririk. Hidrogenləri düzəldək. 2 xlor butan. Daha artıq başqa cür yazsaq eyni şey alınacaqdır. Ona görə indi buna baxırıq. Xloru bura birləşdiririk. Hidrogenləri düzəldək. Olur deməli 1 xlor 2 metil propan. Sonra bunu biz ortaya birləşdiririk. Hidrogenləri düzəldək. 2 xlor 2 metil propan. Və bir dənə metal radikalı ancaq deməli buradadır. Ona görə bu radikallardan biridir. 3 dənə metil də buradadır. Bu da üçlü butildir. Üçlü butildə belə yazırıq. Və nömrələyirəm 1, 2, 3, 4, 5, 6, 2, 2 dimetil heksan. Və 44-cü sualda doğru cavab C bəndində öz əksini tapacaqdır. 45-ci sual. Kalium permanganat əmələ gəlir kalium manganat, mangan O2 və O2 bura 2 yazıram. Bunun molu adı çıxımı x% A vurulsun x bölünsün 100 0,1 AX aşağısına 2 yazıram. Bu da 0,4 bura 1 yazıram. Alar getdi ixtisara 2 vur 0,4 bölü 0,1 x buradan 80'ə bərabərdir. Daha sonra kalsium nitratı parçalayırıq. Əmələ gəlir kalsium nitrit, üstə gəl oksigen, yenə A mol, çıxım Y, A vur Y bölü 100, 0,1 AY, bura 1 yazıram. 0,4'ə bura 1 yazıram. A'lar getdi ixtisara. 0,4'ü 0,1'ə böləndə Y də buradan 40'a bərabərdir. Və X deməli 80 oldu. Y 40 oldu. Bunların bərabər olmasını bu 2'yə vurulmalıdır. Ona görə doğru cavab 45-ci C bəndi olacaq. 46-cı sualda təbii ki halogeni olan turşu daha qüvvətlidir. Ona görə biz bunu qəbul eləmirik. Burada deməli daha sonra halogeni çox olan daha qüvvətlidir. Burada bir dənədir. Burada bir dənədir. C ilə Y-də deməli daha çoxdur və üçüncü qayda karboksilə daha yaxıncı halogen, yəni çox olmaq şərtindən
o daha qüvvətlidir. Ona görə burada doğru cavab 46-da deməli Y bəndi olacaq. 47-ci sual nəzərdən keçirdək. Deməli karbon H3, karbon H2COOH, xlor 2, H xlor çıxanda xlor gəlib karboksil qrupun yanındakına əvəz olunacaq və bura birləşəcəkdir. Bu da 2 xlor propan turşusudur. Ona görə bu səhvdir. Daha sonra ora amoniakla təsir edəndə bax xlor gedir onun yerinə NH2 birləşir. COH-dan sonraki karbon alfadır. Ona görə bu da səhvdir. Və X-in turşuluq qabiliyyəti propan turşusundan çoxdur. Təbii ki, halogeni olan deməli halogensizdən daha qüvvətlidir. Ona görə bu doğru olacaqdır. Və 47-ci sualda doğru cavab B bəndi olacaq. 48-ci sualda turşundan gedən silisium 4 oksiddir. Ona görə biz A bəndini bura yazacağıq. Maqnezlə həm CO2 gedir, həm silisium O2. Ona görə biz B bəndini bura yazacağıq. Xlorla karbon getmir. Ancaq deməli silisium gedəcək. Ona görə biz C bəndini bura yazacağıq. Hidrogenlə karbon gedir, D bəndini bura yazacağıq. Və Y bəndi, yəni hər ikisinə uyğundur. Y bəndini də bura yazacağıq. Ona görə də 48-ci sualda A, C, B, Y, D olacaq. 48-də D bəndi olacaq. 49-cu sualda 4 mol mis 2 xlorid. Burada deməli 4 mol mis var. 8 mol xlor var və A mol gümüş 1 nitrat. A mol gümüş var. A mol NO3 var. Təbii ki, 1-ə 1 nisbətində çökəcək gümüşlə xlor. A gümüşdürsə, onda A da xlor. Yəni A gümüş çökəcəksə, çünki gümüş deyir tam sərf olunur. Gümüş də burada deməli A'dır. A sərf olunursa, ona uyğun da A xlor çökəcək. Deməli ümumi çökən 2A'dır, amma ümumi iyon nə qədərdir? 12 üstə gələk 2A. Bu da 0,25 eləyir. Bu zaman buradan A bərabər olacaq 2-yə. Doğru cavab B bəndi olacaq. 50-ci sual. Sink sulfid üstə gəl oksigen. Sink oksid üstə gəl. Kükürt dioksid, sağda oksigen 3 dənədir. Bura 1,5 yazıram. Sonra pirit üstə gəl oksigen əmələ gəlir. Ferium 2O3. SO2 solda dəmir 1 dənədir. Bura 0,5 yazıram. 2-yə vuranda 1 eləsin. Kükürt solda 2 dənə, bura 2 yazıram. Burada 2,75 yazanda oksigenlər bərabərləşir. Bunun molunu X götürürəm. Bunun molunu Y. Onda bunların hamısını X-ə vururam. Əmsalını bunları da Y-ə vururam. Oksigen 4-dən 2-yə düşüb 2 mol azalıbdır. Birincidə 1,5 X sərf olub. İkincidə 2,75 Y sərf olub. Bərabərdir 2. SO2 1,4 mol alınıbdır. Birincidə X alınıb, ikincidə 2Y bərabərdir 1,4. X də buradan bərabərdir 1,4 çıxılsın. 2Y aşağıda 1,5 X-in yerinə 1,4 çıx 2Y yazıram. Üstə gəl 2,75 Y bərabərdir 2. Y buradan 0,4 alınacaqdır. Burada yerinə yazsaq, X də buradan 0,6 alınacaq. Deməli, bizə deyir metal oksidləri. Burada X mol, yəni 0,6. Burada da 0,5 Y. Y-i 0,4 tapmışam. 0,5-i 0,4-ə vuranda 0,2 eləyir. Və bunların cəmi 0,8 eləyəcək. 51-ci sualda deməli, solda duran maddənin qatılığını artıranda və təzyiqi artıranda sürət artacaqdır. Doğru cavab 51-də A bəndi olacaq. 52-ci sualda deməli bu alfa qlikozadır. Çünki birinci və ikinci karbon OH-lar bir tərəfə baxır. Və fikir verin, alfa sözündə hərf azdır. Bax. Və o nişastanın hidrolizindən alınır. Nişasta. Beta sözündə hərf alfa sözündən çoxdur. Sellulozada da hərf çoxdur. Ona görə də sellulozadan beta, nişastadan alfa alınır. Ona görə bu səhvdir. Alfa qlikoza düzdür və bu çox atomlu spid funksiyasını yerinə yetirir və mis-hidroksidən parlaq göy rəngli məhlul əmələ gətirəcək. Ona görə də 52-də D bəndi olacaq. 53-cü sualda teriftal turşusu karbon COH, H, karbon COH, H. Burada deyir turş duz əmələ gətirmir. Bu iki əsaslı turşudur, əmələ gətirir. Paraksilolun kalium permanganatın suda məhlulun oxidləşməsindən alınır, bu doğrudur. İki əsaslı da doğrudur. Benzol nüvəsi varsa aromatikdir, doğrudur. Gümüş güzgüyə daxil olmur, bəli, çünki aldehid qrupu yoxdur. Və karbon atomlarının 8-i də sp2 vəziyyətində. Ona görə 2, 3, 4, 6 olacaq 53-cü sualda.
54 burada bəzi məqamlar insanları narahat edir. Məsələn, baxın, mis 2 oksid hidrogenlə reaksiya daxil olanda təbii ki, burada mis alınır. 10% azalma baş verir mis 2 oksiddə. Ümumiyyətlə, bəqqalıqda, üzr istəyirəm, 60 vurulsun 10 bölünsün 100. Yəni, bu zaman burada 6 qram azalma olur. 6 qram azalma zamanı nə qədər mis 2 oksid sərf olunur bilmirəm. Baxın, burada oksigen var, burada yoxdur. 16 qram azalma zamanı isə 80 qram sərf olur. Buradan 6 vurulsun, 80 bölünsün 16. Bu deyir 30 qram. İndi burada bu misin praktiki çıxımı deyəndə çox adam elə bilir ki, gedib biz burada mis tapmalıyıq və s. və ilə. Yəni, çıxım solda duran maddənin sərfidir. Yəni, sərf olunma dərəcəsi. Yəni ki, 60 qram, 30 qram, yəni 50% sərf olur. Ona görə doğru cavab burada 50 eləyəcək. 54-də deməli doğru cavab 50 eləyəcək. 55-ci sualda bu yaxşı həll olur. Bir də bu. Natrium, kalium duzları 1-4 olacaq doğru cavab. 56-cıda deməli fosfit turşusu H3PO3-dür. Bu iki əsaslıdır. Yəni bunun ancaq 2 dənə hidrogeni əvəz oluna bilər. Çünki ikisi oksigenlə birləşib. Aydındır, ancaq bunlar əvəz olunacaq. Və normal duzun tərkibində bunlar bu vəziyyətdədir. Və burada deməli 2 hidrogen buranı tərk elədiyinə görə bu ikivalentlidir. Və metal da deyir burada ikivalentlidir. Onda bu belə qalacaq və həqiqətən duzun tərkibində bir hidrogen olacaq. Hipofosfit turşusu bir əsaslı turşudur. H3PO2. Yəni burada bir dənə hidrogen oksigenlə birləşir. Qalan hidrogenlər oksigensizdir və onlar əvəz olunmada iştirak eləmir. Ancaq bunu əvəz eləyəcək. Ona görə bu bir valentlidir. Çünki bir dənə hidrogen əvəz olundu. Metal da iki valentli olanda bu belə olacaq. Və burada 4 dənə hidrogen olacaq və bunların da cəmi 5 eləyəcək. 57-ci sualda natrium sulfit bu qələvi mühitdə əsası mühit A, kalium bromid neytraldır B, dəmir 2 sulfat turş mühitdir C, natrium sulfat neytraldır D, mis 2 nitrat turş mühitdir Y, ona görə B, D, A, C, Y olacaq. Burada deməli elmi tədqiqat laboratoriyasında mineral nümunəsi kimi maqnezium karbonat götürülüb. Və o qızdırılır, maqnezium oksid və CO2 alınır, amma tam parçalanmağa imkan tapmır da nasazlıq baxımından. Təbii ki, əvvəl olmayıb, sonra alınanlar bu sağda duran maddələrdir. Bu 40-dır, bu da 44-dür. Ona görə CO2 daha çox olacaq. Bu B plus 1,2 CO2-dir. Yəni X CO2-dir. Yəni bunu yaddan çıxartmayın. Onda B də budur. Buradan biz tənasüblə tapırıq ki, B buradan bərabərdir 12-yə. Yəni belə tənasüb qurub tapırıq ki, B 12-yə bərabərdir. Bir yana yazıram ki, deməli B neçəyə bərabər oldu? 12-yə. İndi təzədən bunu bir də yazıram. Maqnezium karbonat, maqnezium oksid üstə gələk CO2. Yəni mən 12 tapdım. Bu 12 bölü 40-dır. Burada da 12-nin üstünə 1,2 gələndə 12 üstə gələk, deməli 1,2. Bu da eləyəcək 13,2, bu da 44. 12-ni 40-a böləndə də 0,3 eləyir. 13,2-ni 44-ə böləndə də 0,3 eləyir. Hansını nəticədən işləyə bilərsən. Bu da A idi, 0,4 A qalıb. Yəni 0,6 A sərf olub. Burada 84 yazıram. Hansını istəyirsən A-nı tapırsan. A da buradan bərabərdir 42. Deməli bu əvvəl 42 olub. A da 42 olub. B 12. 42 olubdur və nə qədər sərf olub? 0,6 A. 0,6 vur 42. 0,6-nı 42-yə vuranda, yəni 25,2 qram sərf olub. 42-nin 25,2-si 25,2 bölünsün, 42 vurulsun 100. Yəni 60% parçalanır. Çünki o birisi sual, o birisi tərəfdə də baxın A-nı soruşur. Mən A-nı neçə tapdım? 42. Sonra B-ni soruşur. B-ni mən neçə tapdım? 12. Sonra burada götürülən duzun kütləcə neçə faizi parçalanıbdır. Orada da tapdım ki, bu da 60% eləyir. İndi bizdən soruşur burada 60-cı sualı. Burada da yazır ki, parçalanmayan duzun tam reaksiyasına. Parçalanan duz deməli A-dan 0,4 A çıxanda 0,6 A-sı yəni parçalandı. Yəni A-nı mən 42 tapmışdım. 42-nin deməli 25,2-si parçalanıb, 42 çıxılsın, 25,2 qalıb 16,8 parçalanmayan. İndi bu parçalanmayanı H-xlorla reaksiya aparır. Maqnezium karbonat üstə gələ 2 H-xlor, düzdürmü?
Bu nə qədər idi? 16,8. Bura nü yazıram. Bu 84. Burada 2. Nü də buradan bərabərdir. 16'da 18'i 2'ye vurup 84'e bölerəm. Bu da 0,4 mol eləyir. Qatlıqdakı nü bölünsün V'dir. 0,4 800 millilitre 0,8 litr deməkdir. Çünki 800'ü bölürəm 1000'ə. Bu da deməli 0,5 edəcək.